Burun Köşardadır, Heydər Əliyev, Səddam Hüseyin, bunların hamısı Moskva coşunlardır, Moskva uşaqları. Moskvanın tərbiyə elədiyi adamlar oldular. Moskva indi özü də qarışıqdır. Moskvanın özünün içərisində də bir istə demokrat var, bir istə diktator. Bax o, həmin Rus oyları və deyək ki, Qaraçovları tərbiyə edən Moskva, Heydər Əliyev və Səddam Hüseyin də tərbiyə edir və Özbəkistanki İslam Kərimov da tərbiyə edir. Bunlar da baş kəsməklə, baş kəsməklə başqa bir metod bilmir. Çünki bunlar ömürlərinin 40-50 ilini buna sərf edirlər, başqa metod bilmirlər. Demokratik yaşayış tərzlərini bilmirlər. Yeni idarəçilik, yeni düşüncə tərzlərini bilmirlər. Tənqidə dözmək nədir bilmirlər. Konstitusiyada yazılır ki, prezident də tənqid edilməlidir və bu tənqid edilə bilər. Bunun ağına gəlirlər ki, nəinki prezident, hətta üzr istəyir, prezidentin gələk ikini də tənqid edilir, ondan azı gəlir. Təsəvvür edin, baxın, götürün qəzetlərində baxın. Soruşun da ki, bu qəzetdə falan yer nə ağ gelibdir, buralarda da hamısında var, nə ağ gelibdir? Sonradan öyle gəlirsən. Demək birisi, Heydər Əliyevi tənqid edilmək olmaz, ona görə ağ getməlidir. Onun adı çəkilən yazılar çıxardır. Sonra soruşsun, məsələsi nədir burada? Burada Heydər Əliyevə aid məsələ deyil, burada prokurorluq sömürküdür. Bəli, baş prokurorluğu tənqid edən yazılar çıxmalıdır. Üstünə xəttəşdir. Sürət Hüseynovun tənqid edir, Sürət Hüseynovun xəbəri varsa, qəzetdə onu artıq xalqlatçı olsa götürürlər, deyir ki, mən orada Sürət Hüseynovun tənqid eləmək olmaz. Rəsul Quliyevin tənqid eləmək olmaz. Ölkədə 5-6 dənə diktat diktatorlar yaranır. Bu diktat diktatorlar özlərini yaxşı hiss edirlər. Onlar tənqid eləmək olmaz. Nəinki prezident, o bunudur diktatoriya gedəməkdə. Heydər Əliyev deyir ki, hətta baxın təcrüb deyil olmazdır. Deyir ki, mən filəm, mənim ləqiblərim isə qarışqan. Mən Heydər Əliyevin o sözü biz tərqə razıyam. Heydər Əliyev deyil ki, ətrafındakılar qarışqandır. Və filin də ölümü qarışqana olur. Artıq o qarışqana zorlar Heydər Əliyev qulağına. Yaxın vaxtlarda yer öldürəcək. Quru düşməsin, nə düşməyi, xalq kəməsində axtarsın, nə müsavat axtarsın, nə yaxşı axtarsın, nə hamid axtarsın, nə də necə adəbədə axtarsın. Özünü axtarsın, özünün yanında axtarsın. Onlar cüyübə qulağına yeyirlər, axşama kimi başı cüyübə çıxdıqda da öyle işdir. Ürün gözünü yıxılmış gümüş nə bilir. Və Heydər Əliyevdə xüsusilə Heydər Əliyev elə şeyləri boşlamasın, sürməyi şey ağrılına, qaynaq, mütləqin xeyrinə bir şey verirsən. Bu yox, bu ki, əzim, dağıdın, özü gücün çatanı ha. Heydər Əliyevin ən güclü rəqiblərinin böyük qüssəsi son olub yanında mərkəzdə ədəbil. Bunlara dəqiq. Hələ dəqiq. Düz yanında olur. Başını kəsib kanı içən adam